Diqqət mərkəzində saxlayacağıq bu və digər məsələləri studiyamızın qonağı siyasi şərhçi Əhməd Şahidovla. Əhməd bəy, xoş gördük sizi. Xoş gördük, hər vaxtınız xeyir olsun. Əhməd bəy, bir qədər öncə də qeyd etdiyim kimi 44 günlük vətən müharibəsində Azərbaycan aydın məsələdir, yeni nəsil müharibəni sanki nümayiş elətdirdi və müharibə hərb tarixində bir səhifə yazdı. Amma eyni zamanda da biz bilirik ki, 44 günlük vətən müharibəsi beynəlxalq aləmdə də böyük rezonans doğurmaqdaydı həmin günlərdə. Ermənistanı müdafiə edənlər də az deyildi, biz bilirik və deyərdim ki, hətta bir qədər çox idi. Amma Azərbaycanın ədaləti bərpa etdiyini görüb bəzən geri çəkilənlər də olurdu. Və bu işdə əsasən bilirik ki, Prezident İlham Əliyev öndə gedirdi. Bir qədər öncə də qonağımızla, studiyamızın qonağı ilə danışdıq ki, bir sıra media, iri media orqanlarına, nəhəng media orqanlarına müsahibələrində də Prezident bir sıra həqiqətləri açıqlayırdı ki, bəziləri geri çəkilməli olurdu. Bəli, mən ilk növbədə bugün tarixi bir gündür, anım günüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, bütün şəhid ailələrinə, qazi ailələrinə, Azərbaycan xalqına həm şəhidlərimizlə bağlı başsağlığı verirəm, həm də bir tarixi bir qürur günüdür. Çünki məhz 5 il bundan öncə 27 sentyabrda Azərbaycan Respublikasının Prezidenti Cənab Ali Başkomandanın əmri ilə bu hərbi əməliyyatlar başladı və hər gün, hər saat Azərbaycan ordusu yeni yaşayış məntəqələrini, kəndləri, rayonları azad edirdi və həqiqətən də bizim hərbi ekspertimiz, hörmətli Şahiq müəllim dediyi kimi Azərbaycan hərb tarixində, dünya hərb tarixində yeni bir səhifə açdı. Həm hərbi əməliyyatların gedişi, taktiki hazırlıq, həm də davamlı şəkildə daim irəliləmək, bu həqiqətən də hərb tarixində görünməmiş misilsiz bir hərbi əməliyyat idi və 44 gün içərisində biz işğaldan azad etdik bütün torpaqlarımızı və Azərbaycan yeni bir səhifə açdı. Təbii ki, həmin günlərə qayıdanda insan bir qədər duyğusallaşır, amma beynəlxalq ictimaiyyətin reaksiyası, dünya mediasının reaksiyası, Azərbaycanın həm daxildə, həm xaricdə gördüyü işlərə bir daha nəzər yetirsək, həqiqətən də Cənab Prezident İlham Əliyev təkcə Ali Baş Komandan kimi hərbi əməliyyatların idarə olunması deyil, eyni zamanda ölkə başçısı kimi ölkə daxilində vətənpərvərlik əhval-ruhiyyəsinin yüksək tutulması, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, stabilliyin, hər hansı bir xarici və ya daxili təxribatlara qarşı preventiv addımların atılması, eyni zamanda bir dünya mediasında, xüsusən də beynəlxalq təşkilatların, bəzi Avropa ölkələrinin, Qərb ölkələrinin Azərbaycana qarşı o qərəzli, aqressiv hücumunu dəf etmək üçün dünya liderləri ilə davamlı təmaslar, beynəlxalq media ilə, xüsusən də Qərb yönümlü bəzi qərəzli media nümayəndələri var idi ki, Azərbaycanın hər günkü hərbi əməliyyatlarını az qalan aqressiya kimi Ermənistanın suverenliyinə, bəli, hücum kimi qiymətləndirirdilər. Bütün bu hücumları dəf etmək təbii ki, bir şəxsin timsalında, ölkə başçısının timsalında ağlasılmaz bir istedad və qabiliyyət tələb edirdi ki, və Cənab Prezident bütün o məsuliyyəti öz üzərinə götürmüşdü və Azərbaycan həqiqətən də hər gün hərbi əməliyyat sahəsində, döyüş meydanında irəliləməklə yanaşı o beynəlxalq təzyiqləri də dəf edirdi. Təbii ki, asan olmadı. Azərbaycan hər gün irəlilədikcə Ermənistan və onlara dəstək verən bir çox ölkələr, xüsusən də Fransa olsun, Almaniya olsun, hətta bizim gözləmədiyimiz bəzi Avropa ölkələri həm siyasi tribunalardan, beynəlxalq tribunalardan, eyni zamanda media səhifələrində, media qurumlarında Azərbaycana qarşı qərəz nümayiş elətdirdilər. Hətta Prezidentin suallarda da təbii Azərbaycana gəlib, o istər BBC olsun, CNN olsun, ən tanınmış aparıcılarını göndərirdilər ki, bəlkə ölkə başçısı Cənab İlham Əliyevə hansısa çaşdırıcı suallarla çətin vəziyyətə sala bilərlər, amma ən kritik, hətta ən təxribat yönümlü suallara belə verilən cavablar Azərbaycanın uzun illərdir bu müharibəyə təkcə hərbi sahədə deyil, diplomatik sahədə də çox peşəkarcasına hazırlaşdığını göstərdi və Azərbaycan dövlətinin ayrı-ayrı qurumları da istədi.
istər diplomatik korpusumuzun nümayəndələri olsun, istər prezident administrasiyası, bütün vətəndaş cəmiyyəti buna tam şəkildə hazır idi. Düşmən tərəfindən ola biləcək istənilən təxribatlara qarşı, informasiya, hibrid hücumlara qarşı Azərbaycan cəmiyyəti tam bütöv bir dəmir yumruq şəklində hazır idi. Burada biz həm də dövlət, xalq, hakimiyyət, xalq birliyini gördük. Təbii ki, Azərbaycan bu beynəlxalq təzyiqlər qarşısında tam şəkildə qətiyyətlə özünü göstərdi. Biz eyni zamanda Azərbaycana dost olan və düşmən olan ölkələrin simasını bir daha görmüş olduq ki, Azərbaycanın bu işıq sürəti ilə hərbi əməliyyatlarda uğur qazanmasını bir çox aparıcı dünya hərb sahəsində özlərini lider kimi qəbul etdirməyə çalışan Avropa ölkələri belə həzm eləyə bilmirdilər və onlar bu müharibənin gedişatının artıq Azərbaycanın qələbəsi ilə yekunlaşacağını bildikləri üçün bütün potensialını ortaya qoymuşdular. BMT-də, ATƏT-də, xüsusən də Avropa Şurasında biz bu qərəzli açıqlamaları görürdük. Azərbaycanla bağlı təxribat yönümlü açıqlamalar verən istər ABŞ-dan senatorlar olsun, istər Avropanın ayrı-ayrı siyasətçiləri olsun, onlar Azərbaycana təzyiq göstərməyə çalışırlar. Azərbaycan öz dostları ilə, dost və qardaş ölkələri, istər Türkiyə olsun, Pakistan olsun, İsrail olsun, yəni bu ölkələrlə birlikdə Azərbaycana yönəlmiş o diplomatik hücumları dəf eləyə bildi və nəhayət bu müharibədən sonra da bu hücumlar səngimədi. Bilirsiniz ki, müharibə Xankəndi və bəzi ərazilər hələ də bizim nəzarətimizdə deyildi və Azərbaycan bu mübarizəni davam elətdirirdi. Xüsusən də 2020-ci il, 2023-cü il arasında Azərbaycana qarşı olmazın iftiralar yağdırıldı. Güya Azərbaycan Qarabağ bölgəsində etnik ermənilərə qarşı hansısa təmizlik həyata keçirir. Bəli, yəni orada olmayan başqa müharibələrdən çəkilmiş görüntüləri Azərbaycanın adına yazmağa çalışırlar. Azərbaycana qarşı beynəlxalq məhkəmələr yeni iddialar qaldırılırdı, sanksiyalarla hədə-qorxu gəlirdilər. Bütün bunlar məntiqi yekunu məhz bu ilin avqustun 8-də bitmiş oldu. Ona görə cənab prezident BMT tribunəsindən heç də bunu təsadüfən bildirmədi ki, Azərbaycan həm döyüş meydanında, həm də sülh meydanında qələbə çaldı. Çünki əgər biz sülhün əldə olunması istiqamətində addımlar atmasaydıq, bu hücumlar, bu qərəzli yanaşmalar sonsuza qədər davam edəcəkdir. Hətta Azərbaycanın geri çəkilməsini istəyən bəzi ölkələr real bir addımlar da ata bilərdilər. Ermənistanın silahlanması, yeni bir eskalasiyanın yaranması. Bu baxımdan bu prosesi yekunlaşdırmaq üçün Azərbaycan, xüsusən də 2023-cü ildən sonra öz suverenliyini tam şəkildə bərpa etdikdən sonra bütün gücünü səfərbər elədi ki, bu sülh prosesini yekunlaşdırsın. Çünki Azərbaycan dövləti yaxşı başa düşürdü ki, bu sülh sənədinin imzalanması üçün qarşı tərəflə razılıq əldə olunmasa, bu bir Azərbaycan üçün baş ağrısına çevriləcəkdir. Ola bilər hakimiyyətdə, ABŞ-da başqa bir iqtidar gələcəkdir, demokratlar gəlsəydi, bu seçki prosesi tamam fərqli bir şəkil almış olacaqdı. Ona görə məhz həm də tarixi bir zəmin yaranmış oldu. Çünki 2020-ci il müharibəsində də hələ də iqtidarda Respublikaçılar Partiyasının nümayəndəsi idi, Donald Trump idi. Çünki o zamanın seçilməsi də müdrik bir diplomatik düşüncə, uzaq görənlik tələb eləyirdi. Məhz Ermənistanla sülh müqaviləsinin imzalanması üçün son 5 ildə atılan addımlar Rusiyanın paytaxtında və digər şəhərlərində, Avropa paytaxtlarında, hətta Vaşinqtonda belə keçirilən bütün bu görüşlər nəticəsiz qaldı və nəhayət ki, Donald Trumpın hakimiyyətə gəlməsindən sonra Azərbaycan-ABŞ münasibətləri yeni bir mərhələyə keçdi və Azərbaycan dövləti bu tarixi şansı ikinci dəfə yaxalaya bildi və nəhayət Ermənistanla bu sülh sənədinin paraflanması yekunlaşmış oldu. Artıq Bakı ilə İrəvan arasında birbaşa təmas var. Bu fikri də prezident İlham Əliyev BMT tribunasından vurğuladı və çox maraqlıdır ki, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Qılıç prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışının çox fərqli, maraqlı və zənginliyi ilə seçildiyini bildirib. Prezident İlham Əliyev BMT kürsüsündən master klass keçdi, dedi Hulusi Qılıç. Qılıç sonda Qafqazlardan doğan sülh günəşinin işığının indi dünyanı daha aydın yola istiqamətləndirdiyini qeyd edib. Hazırda Azərbaycan
sanki bu sülh gündəliyi ilə siz də qeyd elədiniz, avqustda əsası qoyulan bu sülh gündəliyi ilə Qafqazda sanki yeni tarix yazmaqdadır. Ümumiyyətlə, Cənab Prezidentin BMT Baş Assambleyasının tribunasından çıxışı təkcə Azərbaycanla bağlı bir çıxış deyildi. Təbii ki, çıxışın əvvəlində bir hesabat xarakterli bir məlumat verilirdi. Azərbaycanın keçdiyi son 30-35 il ərzində bu müharibə dövrünü, hətta BMT-nin özünün belə ikili standartlarını tənqid elədi ki, Təhlükəsizlik Şurasının 4 qətnaməsinin olmasına baxmayaraq heç bir real icra edici addım atılmadı. Azərbaycan özü bu qətnamələrin icrasını həyata keçirdi və beynəlxalq hüquqa söykənərək, heç bir ölkənin ərazi bütövlüyünü, suverenliyini pozmayaraq və sülh prosesinə də xüsusi diqqət yetirdi. Yenə o ikili standartları ortaya qoyaraq bir daha tənqid eləmiş oldu. ATƏT Minsk qrupunun heç bir fəaliyyət göstərmədiyini və nəhayət sülh prosesinin Vaşinqtonda yekunlaşdığını bildirdi. Azərbaycan prezidentinin çıxışı təkcə Azərbaycanla bağlı deyildi. Azərbaycan təcrübəsini dünyaya tanıtmaq və dünyaya bir çağırış elədi. Çünki məhz o tribunada edilən çıxışlara baxsaq, hələ də münaqişələrin davam etdiyi bir dünyada yaşayırıq. İstər Ukrayna cəbhəsində, istər yaxın şərqdə, ərəb ölkələri ətrafında həqiqətən dünyanın müdrik bir həm müharibənin yekunlaşması, həm də sülh təcrübəsinə ehtiyac var. Bugün Ukrayna-Rusiya müharibəsinə baxın, nə qədər təşəbbüslər göstərilir, nə qədər səylər göstərilir, amma heç sülhə yaxınlaşmaq nədir, heç atəşkəs barədə razılıq əldə olunmur. Yaxın şərqdə müharibə, hərbi əməliyyatlar dərinləşir, humanitar fəlakət dərinləşir. Belə olan halda kiçik də olsa Azərbaycanın təcrübəsi əslində dünyaya böyük bir dərsdir, örnəkdir və Cənab Prezident bunu göstərməklə həm də çağırış elədi ki, Azərbaycanın təcrübəsindən yararlana bilərik. Və gəlin birlikdə ədalətin selektiv olmadığı bir dünya quraq. Əslində bu kürsüdən belə bir çağırış etmək böyük bir cəsarətdir və ədalətin selektiv olmadığı sülh qurmaq üçün ilk növbədə nə lazımdır? Təbii ki, ilk növbədə Azərbaycan bunu dünya tribunasından etməklə öz təcrübəsini bölüşdü. Həm o BMT tribunasını, BMT-ni özünü belə tənqid elədi ki, BMT-nin də islahatlara ehtiyacı var və ədaləti bərpa eləmək üçün təkcə güc önəmli deyil. Bugün İsrailin timsalında, Rusiyanın timsalında görürük ki, güc sahibi olsalar belə onlar sülhə yönəlik heç bir addım ata bilmirlər. Burada həm güc önəm kəsb edir, həm ədalətli olmaq, yəni Azərbaycan hələ 90-cı illərin əvvəlində də zəif olduğu vaxtlarda da bugün də həm də ədalətli idi, haqlı idi, yəni öz haqlı mövqeyini idi. Yəni dünya ölkələri Azərbaycanı sevməyən qərb ölkələri belə, ermənipərəst siyasətçilər belə daxilində Azərbaycanın haqlı olduğunu anlayırdılar. Çünki təqzib olunmaz bir faktlar var idi. BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ölkələrin ərazi bütövlüyü, suverenliyi. Azərbaycan həm haqlı idi, həm də güclü idi, həm də müdrik bir diplomatik, uzaq görənlik nümayiş elətdirmişdi. Çünki müharibənin seçilməsi zaman və məkan baxımından uzaq görənlik tələb edir ki, Azərbaycan daha çox itkilərlə üzləşməmək üçün qısa bir müddət ərzində bu müharibəni yekunlaşdırmaq üçün çox tarixi bir zaman seçdi. Bu baxımdan təbii ki, Azərbaycanın dünyaya verə biləcəyi bütün mesajları ölkə başçısı BMT tribunasından etdi. Təkcə müharibə ilə bağlı deyil. Çünki həqiqətən də Cənab İlham Əliyevin çıxışı hərtərəfli bir çıxış idi. Azərbaycanın enerji təchizatı baxımından bugün Avropanın ən çox ehtiyacı olduğu enerji təchizatı məsələsinə toxuldu. İqlim dəyişikliyi məsələsinə toxuldu. Su hövzələri bilirsiniz ki, dünyada artıq bir zamanlar deyirdilər ki, neft qaza sahib olan ölkələr dünya lideri olacaq. Amma indi artıq su hövzələsinə sahib olan ölkələr dünyada irəli gedə bilər. Biz bugün Pakistan, Hindistan nümunəsində bunu görürük ki, su üstündə artıq iki nüvə ölkəsi bir-biri ilə müharibə aparmaq həddinə çatıb və Cənab Prezident Xəzər dənizi bölgəsində suyun aşağı çəkilməsi, geri çəkilməsi məsələsini önə çəkərək, yəni humanitar məsələləri önə çəkərək, xüsusən də yaxın şərqdə bugün Fələstində yaşayan humanitar məsələlər və Azərbaycan, yenə deyirəm, biz öz-özlüyümüzdə böyük bir xalqıq, böyük bir dövlətik, amma dünya miqyasında ərazisinə və sayına görə kiçik bir ölkə olsaq da, amma dünyaya verdiyimiz töhfələr baxımından elə o humanitar məsələlərdə istər 2020-ci il Covid zamanı Azərbaycan 80-dən çox ölkəyə humanitar yardım elədi, istər o Ukrayna
müharibəsində Azərbaycan Ukraynaya verdiyi yardımlar həqiqətən də dünya ölkələrinin o tribunada, o sessiyada, liderlər samiti dediyimiz o sessiyada əyləşən dövlət və hökumət başçılarının Azərbaycan prezidenti Cənab İlham Əliyevdən öyrənəcəyi çox şeylər var idi. Və bir şey maraqlıdır ki, həqiqi təcrübədə, real təcrübədə tətbiq olunmuş, sınaqdan çıxmış bir dövlətçilik praktikası. 80 il ərzində əslində bu BMT tribunasından kimlər çıxış eləməyib və biz bilirik ki, tarixə düşənlər də var. Xruşovdan tutmuş elə Trumpın özünün vaxtilə prezident olarkən etdiyi çıxışla tarixə düşdü. İndi İlham Əliyevin elədiyi çıxış bilirik ki, tarixə düşdü. Daha kimlər fərqlənə bildi? Mən qısa cavab istəyəcəm sizdən. Təbii ki, qardaş Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyip Ərdoğanın adını qeyd etmək mütləq lazımdır. Çünki Türkiyə lideri təkcə öz ölkəsinin rəhbəri deyil, artıq bütün müsəlman Türk dünyasının lideri olaraq ortaya çıxdı və öz cəsarətli çıxışı ilə həm yaxın şərqdəki humanitar böhranla bağlı, Ukrayna, Rusiya, hətta Azərbaycanla bağlı da fikirlər səsləndirməklə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan artıq bir dünya lideri olduğunu göstərdi. Həmin o sammitdən sonra Ağ Evdə onun yüksək səviyyədə qəbul olunması və Donald Trumpın onunla bağlı dediyi xoş sözlər həqiqətən də Türkiyənin artıq dünyada söz sahibi olduğunu göstərir. Bugün yaxın şərqdə gedən proseslərdə də Türkiyə liderinin sözünün çox böyük bir kəsəri var Ukrayna-Rusiya müharibəsində. Biz onu real öz həyatımızda 2020-ci il Qarabağ müharibəsində də görmüş olduk. Aydındır. Amma hələ sammit davam edir. Yəqin ki, hələ bu tribunadan bir çox çıxışların da şahidi olacağıq. Təşəkkürümü bildirirəm. Minnətdaram və bir daha xatırladım ki, studiyamızın qonağı siyasi şərhçi Əhməd Şahidov idi. Gündəmdən isə bu saata bu qədər. İmkan olsa görüşərik.